Bugün sizinlə Pifaqor teoremi haqqında danışacağıq. Pifaqor teoreminin yazılışı, isbatı və Pifaqor teoreminə aid bir neçə suala baxacağıq. İlk öncə qeyd edeyim, burada Pifaqor teoreminin düsturunu, hansı ki düstur belədir: a kvadratı üstəgəl b kvadratı bərabərdir c kvadratına. Burada a kvadratı, baxın, bu bizim düzbucaqlı üçbucağımızdır. Heç nəyə yox, sadəcə bu düzbucaqlı üçbucağa fokuslanırsaq, a bizim bir katetimiz, b digər katetimiz, c isə hipotenuzdur. Katetlər nədir? Düzbucaqlı üçbucaqda düzbucağı əmələ gətirən tərəflərə deyilir. Baxın, a tərəfi ilə b tərəfi birləşərək düzbucaq əmələ gətirirlər. Ona görə də a ilə b tərəflərinə katet, c tərəfinə isə hipotenuz deyilir. Və Pifaqor teoremi isə belədir. Katetlərin kvadratlarının cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni katet a-mız və b-mizdə onların kvadratlarının a kvadratı və b kvadratı cəmi, bunları toplayırıq, bərabər eləyirik hipotenuzun kvadratına. Bu bizim Pifaqor teoremimizin yazılışıdır, düsturudur. Gəldik Pifaqor teoreminin isbatına. Pifaqor teoreminin isbatının bir neçə yolu var. Onlardan ən sadəsi tərəflər üzərində qurulmuş kvadratlar. Baxın, a tərəfinin üzərində bir kvadrat qururuq. Kvadratın bütün tərəfləri bərabər olduğu üçün bütün tərəfləri a olur. C tərəfinin üzərində bir kvadrat qururuq. Yenə kvadratın bütün tərəfləri bərabərdir, c olur. B tərəfinin üzərində də bir kvadrat qururuq. Tərəfləri b-dir deyə, daha doğrusu kvadratın tərəfləri hamısı bir-birinə bərabərdir, tərəfləri b olur. Sonra sahələrini tapırıq. Kvadratın sahəsi bilirik ki, tərəfin kvadratına bərabərdir. Bunun sahəsi a kvadratı, bunun sahəsi b kvadratı, bunun sahəsi c kvadratı olur. Yoxladığımız zaman bu iki kvadratın sahəsinin, bu iki kvadratın sahələrinin cəmi bu üçüncü kvadratın sahəsinin cəminə bərabər olur. A kvadratı üstəgəl b kvadratı bərabərdir c-nin kvadratına. Pifaqor teoreminin də isbatı buradan gəlir. Baxaq belə bir misala. Misalımızda bizə deyir ki, katetləri 12 cm və 16 cm olan üçbucağın hipotenuzunu tapın. Katetlərimiz biz a və b ilə işarə etmişdik. A-mızı və b-mizi bizə a-mızı 12 cm, b-mizi isə 16 cm verir. Bizdən hipotenuzu, yəni c-ni soruşur. Hətta buradan kiçik bir üçbucaq çəksək və buranı 12 cm, buranı 16 cm verib bizdən buranı soruşur. Biz Pifaqor teoremimizi yazırıq. Deyirik ki, a kvadratı üstəgəl b kvadratı bərabərdir c-nin kvadratına. Gətirib a-nı b-ni yerinə qoyuruq. 12-nin kvadratı